Xırdalan şəhəri 119 marşrutuna yaxın bir yerdə, bir ərazidə belə bir 2 otaqlı həyət evimiz çıxıb satışa dostlar. Hər vaxtınız xeyir olsun. Hal-hazırda evimizin fasad hissəsini sizə çəkirəm və göründüyü kimi qarşısı və yola qədər asfalt örtüşlə örtülmüşdür. Daxil oluruq evimizə. Bura evimizin belə bir koridoru vardır. Koridordan sağ tərəfə daxil olduqda belə bir ümumi sanitar qovşağı görünür. Tam təmirlidir evimiz. İstinməsi kombi vasitəsilə. Düz daxil olduqda isə belə bir evimizin qonaq otağı sizə təqdim edirəm. Pəncərəsi görünüşü yoladır. Dəmir reşotkalarla örtülmüşdür, bağlanmışdır. Bura isə evimizin yataq otağıdır. Göründüyü kimi şu yandı. Əşyalar çox olduğu üçün belə bir hazır vəziyyətə yığılıb. Çünki ev satışa gedir o nöqteyi nəzərdən. Evin daxilində nə görünürsə, bütün əşyalar qalmaq şərti ilə evimiz satılır. Burası evimizin deməli mətbəx hissəsidir. Evimizdə işıq, qaz, su var, daimidir. Kanalizasiya sistemi mərkəzləşdirilmiş qaydada. Bütün aksesuarlar mətbəxdə quraşdırılıb, tam işləş vəziyyətdədir. Bu isə evimizin giriş qapısı, seyf qapı ilə əvəz olunub. Bu isə kombidir. Göründüyü kimi evimiz kombi vasitəsilə qızdırılır. Belə, evimiz 2 otaqdan ibarətdir. Ev sahibi tərəfindən bütün əşyalarla birgə 38.500 manata start olaraq qiymət deyilir. Real alıcı olarsa profildə nömrəmiz var, zəng vurun. Biz sizə evimiz haqqında daha ətraflı geniş məlumat verək. Əgər alıcı real olarsa ev sahibi tərəfindən cüzi qiymət endiriləcək. Sağ olun, salamat qalın.